Süfrənizdəki çörəyi bir anlıq düşünün. Yəni, o hər gün yediyimiz adi çörək. Bizim bugünkü ətraflı araşdırmamızın əsas missiyası əslində çox maraqlı bir ziddiyyəti, necə deyərlər, böyük bir paradoksu aydınlaşdırmaqdır. Hə, ortada qəribə bir paradoks var, doğrudan da. Dəqiq. Baxın, Azərbaycan hər il 100 min tondan çox buğda yetişdirir, amma bilirsiniz, yenə də xaricdən çox böyük həcmdə buğda idxal edirik. Yəni, öz buğdamız niyə özümüzə yetmir? Bugün biz məhz bunu danışacağıq. Və bu, sadəcə quru statistika deyil də, birbaşa o yediyiniz çörəyin, süfrəmizin gələcəyidir. Bilirsiniz, kənardan baxanda adam elə gəlir ki, problem ancaq kəmiyyətdədir. Yəni, rəqəmlər böyük daxı, deyirik hər şey qaydasındadır. Amma mənbələrə baxanda, işin içinə girəndə görürük ki, yaxşı çörək bişirmək elə də sadə məsələ deyilmiş. Bax, elə gəlin bu rəqəmləri bir edər aydınlaşdıraq. Ötən il mənbəmizə görə 127,9 min ton ərzaqlıq buğda istehsal edilib. Bunun da təxminən 124,2 minini elə təhvil verilib dövlətə. Aha, rəqəm kifayət qədər böyük səslənir. Səslənir, hə. Amma biz yüksək istehlaka görə yenə də 100 minlərlə ton buğda alırıq kənardan. Gəlin bunu belə izah edək. Təsəvvür edin ki, çox böyük bir avtoparkımız var, amma oradakı maşınların hamısı premium yanacaq tələb edir. Biz isə ancaq standart yanacaq istehsal edirik, düzdür? Ay sağ ol, tam olaraq budur. Un zavodlarına tərkibində o zülal və gluten çox olan buğda lazımdır. Bizim yerli məhsul isə əksər hallarda bu standarta cavab vermir. Bu premium yanacaq məsələsi əslində çox yerinə düşdü. Burada füsunkar olan odur ki, problem fermerin tənbəlliyi və ya birisiz istəməməsi deyil. Bəs nədir? Əsas məsələ birbaşa təbiətlə, yəni quraqlıq və su çatışmazlığı ilə, bir də müasir toxum sortlarının olmaması ilə bağlıdır. Bir dəqiqə, yəni glutenin, o zülalın miqdarı birbaşa sudan asılıdır. Mən həmişə elə bilirdim ki, bu sadəcə əkdiyin toxumun növündən asılı olan bir şeydir. Təbii ki, toxumun növü şərtdir, amma yəni ən bahalı, ən yaxşı toxumu da aparıb susuz torpağa əksən heç bir xeyri yoxdur. Yəni bitki lazımi səviyyədə inkişaf edə bilmir. Eynən. Buğda dənəsinin o gluteni, yəni o möhkəm zulal strukturunu formalaşdırması üçün nəm lazımdır. Su çatışmayanda bitki belə deyək stresə düşür və zulal əvəzinə özündə daha çox nişasta toplayır. Aha, deməli un zavodlarına yaramayan o zəif buğda belə yaranır. Dəqiq belədir. Quraqlıq birbaşa o zulal sintezini tormozluyur. Nəticədə də kəmiyyət var, amma keyfiyyət yoxdur. Yaxşı, burada məsələ həqiqətən də maraqlı hal alır. Mən burada sənədlərə baxıram, dövlət təkcə ötən il 20 rayon üzrə fermerlərə 14,9 milyon manatdan çox subsidiya verib. Bəli, çox ciddi məbləğdir. Hə, amma məni düşündürən odur ki, əgər problem sudursa, quraqlıqdırsa, sadəcə pul ayırmaqla bu məsələ necə həll olunur? Yəni, dövlətin pul verməsi fermeri avtomatik məcbur edir ki, daha glutenli buğda əksin. Axı, pul suyu əvəz eləmir. Çox gözəl sualdır. Baxın, o pul birbaşa fermerə al bu pulu get buğda ək deyə verilmir. Məsələnin kökündə elə infrastruktur dayanır. O vəsait müasir suvarma sistemlərinə xərclənir. Aha, yəni texnologiyaya yönəldilir. Bəli. Məsələn, sənədlərdə var ki, 6,76 min hektar ərazidə 133 dənə pivot suvarma sistemi qurulub. Bunun üçün milyonlarla manat güzəşli kreditlər ayrılıb. Pivot suvarma, bu o xarici filmlərdə filan böyük tarlalarda gördüyümüz təkərli nəhəng dairəvi metal maşınlardır. Hə, məhz onlardır. Onlar suyu havaya yox, birbaşa bitkinin kökünə verir. Həm də tam ehtiyacı olan vaxtda. Yəni biz gözləmirik ki, göydən yağış yağacaq ya yox. Bir növ özümüz idarə edirik prosesi. Tamamilə doğrudur. Təbiətin şıltaqlığını texnologiya ilə əvəz edirik. Hətta 2022-2025-ci illər üçün, yəni gələcəyə hesablanmış 29,7 min hektar sahə müqavilələri də bağlanıb. Bu doğrudan da böyük bir planda. Və ən əsası odur ki, 2025-ci ildə fermerlərə təhvil verdikləri hər ton, xüsusən altını cızaraq qeyd edirəm, keyfiyyətli ərzaqlıq buğda üçün əlavə 100 manat subsidiya veriləcək. Aha, ancaq keyfiyyətli olsa. Eynən. Yəni məqsəd sadəcə çoxlu buğda yığmaq yox, tam ərzaq təhlükəsizliyi yaratmaqdır.
Bəs bütün bunlar nə deməkdir? Yəni, siz, əziz dinləyicilər, növbəti dəfə mağazadan o isti çörəyi alanda, bilin ki, onun arxasında sadəcə un və su dayanmır. Nəhəng pivot suvarma sistemləri, mürəkkəb gluten hesablamaları dayanır. Dəqiq. Çörək artıq ciddi mühəndisliyin və elmin məhsuludur. Ancaq sonda məni narahat edən başqa bir şey də var. Biz bu sistemlərlə suyu idarə edirik, bəli, amma qlobal iqlim dəyişikliyi getdikcə kəskinləşir. Əgər quraqlıq daha da artsa, bizim bu pivot sistemlərimiz, bu subsidiyalarımız kifayət edəcəkmi? Bax, bu həqiqətən də çox düşündürücü və açıq qalan bir məsələdir. Hə. Yoxsa gələcəkdə biz o gündəlik çörəyimizi təmin etmək üçün bəlkə də laboratoriya şəraitində yaradılmış, iqlimə tam davamlı, tamamilə yeni buğda sortlarına mı möhtac olacaq? Bu barədə bir qədər düşünməyə dəyər məncə. Bugünkü araşdırmamızdan bu qədər. Növbəti mövzularda görüşərik.